dərsimiz Cənubi Azərbaycan 19-20-ci əsrlərdədir. Bildiyimiz kimi Rus-Qacar savaşlarından sonra Gülüstan və Türkmənçaydan sonra Azərbaycan şimali və cənuba ayrılacaqdı və Şimali Azərbaycan düşəcəkdi Rusiyanın işğalı altına, Cənubi Azərbaycan Qacarların işğalı altına düşəcəkdi. Və bugünkü dərsimizdə isə Cənubi Azərbaycan mövzusu. Cənubi Azərbaycan mövzusu bu dövrdə Qacarların imperiyasının tərkibindədir, Qacar dövlətinin tərkibindədir. Gülüstan sülhündən sonra Cənubi Azərbaycanda Urmiya və Bakı xanlıqları istisna olmaqla bütün xanlıqları ləğv elədilər və bu xanlıqları tamamilə bir növ vilayətlərin içərisində böldülər. İki xanlıq qüdrətli olduğuna görə müstəqilliğini qoruyub saxlayacaqdı. Türkmənçaydan sonra isə bəzi bu ləğv olunma prosesi davam elədikdə isə bildiyimiz kimi burada bəzi xanlar müstəqillik daha doğrusu güclü olduğu üçün onları elə həmin vilayətlərin də, yəni keçmiş xanlarını da baş hakimi kimi təyin eləmişlər. Bu dövrdə siyasi vəziyyət və iqtisadi, sosial vəziyyət kimi götürülür Cənubi Azərbaycan İran tərkibində. Siyasi vəziyyət dedikdə Azərbaycan əsas idi. İran vilayəti içərisində 4 vilayətindən biri idi və əsas vilayətlərdən idi. Təbriz həm Vəliəhd şəhəri adlandırılırdı, Səltənətin evi adlandırılırdı. Bir çox xarici qonaqlar Təbrizə gəlirdilər, Vəliəhdlə görüşürlər, sonra Tehrana gedirdilər. Adətən bir çox səfirliklər, ölkənin belə deyək də səfirlikləri falan hamısı Təbrizdə demək olar ki, yerləşirdi. Siyasətdə dedik ki, yenə dediyimiz kimi Mak və Urmiya istisna olmaqla bütün xanlıqlar ləğv olunmuşdu, dövlət cəbhələrinə sona çatmışdı. Sosial vəziyyətə baxdığımızda, əhalinin əsas məşğul sahəsi əkinçilik və maldarlıqla məşğul olurdu. Adətən Cənubi Azərbaycan belə deyək də İran üçün əsasən maldar və əkinçi bir növ tələbatını yerinə yetirirdi. Əhalinin sosial vəziyyəti çox ağır idi. Bir çox insanlar Şimali Azərbaycandan Rusiyanın bəzi bölgələrində və Osmanlıya kəsbkarlığa gedirlər. Kəsbkarlıq mövsümi işlər deməkdir, yəni onların işləməyə gedirdilər. Sonra bu dövrdə Azərbaycanda, yəni Cənubi Azərbaycan nəzərdə tutulur. Cənubi Azərbaycanda torpaq mülkiyyət formalarına baxdığımızda birinci dövlət və ya da xalisə torpaq mülkiyyət forması deyilir bunlara. Xalisə torpaq mülkiyyət. Sonra tiyul verilir xidmət müqabilində. Sonra deyəcəyik burada vəqf deyəcəyik, dini idarələrə məxsus olan xırda malik deyəcəyik, icma torpaqlar deyəcəyik, bir də ilati torpaqlar deyəcəyik. Dövlət torpaqları, xəzinə torpaqları və xalisə torpaqlardır, bunlar idi. Lakin 1886-cı ildən etibarən Şah bu torpaqların bir növ yararsız olduğunu düşünərək satışa çıxaracaqdı. Tiyul xidmət müqabilində hər bir ayrı-ayrı şəxslərə xidmət müqabilində verilirdi. Vəqf dini idarələrə məxsus olan torpaqları idi. Xırda maaşlı isə kiçik torpaq sahibləri, yəni kəndlilərin kiçik torpaq sahibləri. İcma isə hamının istifadə edən torpaqlar. İlati də xidmət müqabilində verilən torpaqlar. Lakin ilatinin tiyuldan fərqli cəhəti, ilati ayrı-ayrı tayfalara verilirdi. Tiyul ayrı-ayrı şəxslərə, ilati isə tayfalara veriləcəkdir. Vergi növlərinə baxdığımızda burada qapı pulu, baş pulu, bir də torpaq pulu olacaqdı. Qapı pulu otlaq sahələrinə görə alınırdı. Şimali Azərbaycanda çöpbaşı vergisinə oxşayacaqdı. Baş pulu heyvandarların sayına görə alınacaqdı. Torpaq pulu isə bildiyiniz malcəhət vergisi kimi torpaqdan istifadəyə görə alınacaqdı. Bir də bu dövrdə Cənubi Azərbaycanda kimlər var idi? Yardarlar var idi. Yardarlar kimlər idi? Torpaqsız kəndlilərdir və ya da icarəyə götürüb torpaq əkən kəndlilər idi. Yəni bunlar yardarlar adlandırılacaqdı. Şimali Azərbaycanda iqtisadi vəziyyət, daha doğrusu Cənubi Azərbaycanda iqtisadi vəziyyətə baxdığımızda nə görəcəyik? 19-cu əsrin artıq 1-ci, 2-ci yarısında həm İngiltərənin, həm də ki Rusiyanın bir növ kapital qoyuluşu burada nüfuz edəcəkdir və hər iki bir növ deyək, dövlətin yarım müstəmləkəsi kimi hesab olunacaqdı. Cənubi Azərbaycanda demək olar ki, xalçaçılıq daha çox mühüm rol oynayırdı. Necə ki Şimali Azərbaycanda kapitalizm bütün rəqabətlərinə tab gətirən neft sənayesi isə Cənubi Azərbaycanda kapitalist sənayesi idi. Kapitalizm bütün təzyiqlərlə və rəqabətlərə tab gətirmişdi və xalçaçılıq çox güclü inkişaf eləmişdi. Bu dövrdə əhalinin çox hissəsi xalçaçılıqla məşğul idi. Sonra bununla paraleldə Cənubi Azərbaycanda pambıq təmizləmə zavodları inkişaf eləyirdi. Sonra digər fabrik zavodları da inkişaf eləyəcəkdi. Bu dövrü Cənubi Azərbaycana baxdığımızda 19-cu əsrin 1-ci, 2-ci əsrdə Qacar idarəsinə qarşı üsyanlar baş verdi. Bu üsyanlar hansılar olacaqdı? Birinci biz üsyanları Babilə hərəkatına baxacağıq. Babilə hərəkatı 1848-1852-ci illəri əhatə edir.
Bunun ən güclü dövrü 1850 dövrüdür. Zərdütacın dövrü və Zəncan dövrüdür. 1850-ci il Babillər hərəkatında ən güclü dövr hesab olunacaq. Lakin sonraki dövrdə bu üsyan yatırılacaqdı. Bundan sonraki dövrdə isə bütün çıxışların hamısı belə balaca çıxışlar olacaqdı. Üsyançılar nə istəyirdi? Möhtəkirliyə qarşı bir üsyan idi. Qacar idarəsinə qarşı üsyanı Cənubi Azərbaycan bir çox bölgəsində baş vermişdi və həmçinin bununla paraleldə bunu demək olar ki, üsyançılar qadın-kişi bərabərliyi təbliğ edirlər. Qadın-kişi bərabərliyi təbliğ olunması Taipinlərlə oxşar cəhətdə, amma ümumiyyətlə bərabərliyi təbliğ olunması Mani məzdəki Xürrəmi, Taipinlər və Babillərlə oxşar cəhət olacaq. İlk anti-imperialist üsyan isə Tənbəki üsyanı idi. Tənbəki üsyanı nə vaxt baş verir? 1891-ci ildə İngilis şirkəti bir növ tənbəkini, yəni tütünü, alışını, satışını, ixracını insara alacaqdı. Bu da Azərbaycan əhalisinin çox hissəsi tütün istehsalatla məşğul idi. Bu narazılığa səbəb olacaq və 1891 belə bir növ güzəştli ticarətindən sonra, müqaviləsindən sonra Cənubi Azərbaycan əhalisi ayağa qalxacaqdı, hətta silahlanacaqdı və bu dövrdə Nəsrəddin Şah məcbur qalacaqdı 1892-ci ildə bu müqaviləni ləğv edəcəkdi və tütünün insari satışını dayandıracaqdı və belə də üsyan uğurla nəticələnəcəkdi. Və bu Tənbəki üsyanı Cənubi Azərbaycan tarixində ilk anti-imperialist üsyandır. Yəni anti-imperialist deyəndə müstəmləkə siyasətinə qarşı çıxış edən ilk üsyan olacaqdı. Üçüncü üsyanımız isə 1898-ci ildə Zeynəb Paşa üsyanı idi. Zeynəb Paşa üsyanı bildiyiniz kimi adı üstündə Zeynəb Paşa tərəfindən baş vermişdir. Üsyan möhtəkirliyə qarşıdır. Möhtəkirlik nədir uşaqlar? Deyək ki, məsəl üçün Cənubi Azərbaycan bazarlarına 3-4 nəfər nəzarət edirdi. Taxıl möhtəkirliyi deyək ki, taxılı satışını dayandırırdılar və taxıl qıtlığı yaradırdılar bazarda bilərəkdən və anbarları doldururdular. Bundan sonra isə taxılın qiyməti qalxandan sonra satışa buraxırlar və baha qiymətlə satırlar. Zeynəb Paşa ona qarşı çıxacaqdı, lakin üsyan yatırılacaq və buna baxmayaraq möhtəkirlik qismən də olsa yumuşalacaqdı. Bu da sizin Cənubi Azərbaycan dərsiniz. Bu qədər.